Həmçinin məsləhət al, sənin ətrafındakı sadiq, ağıl dostlardan kömək istə, onlardan məsləhət almaqdan çəkinmə. Necə ki, Altı Quran-ı Kərimdə buyurur ki, onların işləri aralarında məsləhətləşməkdir. Altı Quran-ı Kərimdə buyurur, məsləhətləşin. Tələsmə, yəni qərarlarını tələsmədən və səbirlə ver. Hər bir addımı diqqətlə düşün və nəticələrini qiymətləndir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səbrin və soyuqqanlı davranışın əhəmiyyətini vurğulamışdır. Həmçinin problemi pozitiv baxışla analiz elə, problemlər üzərində müsbət düşüncələr qur və onlardan çıxış yolunu axtar. Yəni, mənfi duyğuları idarə etməyə və qərarlarını daha rasional olmasına kömək edər. Səbir və mükafat gözlə. Başına gəlibsə bir hadisə, burada bir mükafat var. Yəni, problemlərə səbirli yanaş və Allahın sənə hazırladığı mükafatı düşün. Əgər bir çətinliklərə səbr edib düzgün davranarsan, nəticədə Allahdan böyük bir hədiyyə alarsan. Sonra Allahdan güc al, imandan möhkəm tutaraq problemlərdən qurtulma yolunu Allahda axtar. Yəni, ona təvəkkül elə, çünki Allahdan güclü heç bir güc yoxdur. Yəni, Allahdan güc alan heç vaxt məyus olmaz. Allah'a dua ilə çağır və bütün hər bir işlərini ona təqdim elə. Təvəkkül gücü səni ancaq hüzura çatdırar.